imtahana düşə biləcək sual nümunələrindən elə biri də məhz budur. Limitini hesablayın. Nə edərik? Qısa yolla daha rahat 4 dərəcədən kök altında x-ə a, 3 dərəcədən kök altında x-ə b deyərik. Onda kök altında x a kvadrat, 3 dərəcədən kök altında x isə b kvadrat olacaq. Deməli, limit x yaxınlaşır 1-ə a çıx b bölünsün a kvadrat çıxılsın b kvadrat. Nə gözəl bir mənzərə alındı. Burada ixtisarlarımızı aparsaq, limit x yaxınlaşır 1-ə 1 bölünsün a üstəgəl b alınır. Nəyə a demişdik? 4 dərəcədən kök altında x-ə. Limit x yaxınlaşır 1-ə 1 bölünsün 4 dərəcədən kök altında x üstəgəl 3 dərəcədən kök altında x. X-lərin yerinə 1 yazdıqda isə 1 üstəgəl 1 bərabərdir. 2də 1 cavabını alarıq.